Salam əziz izləyicilər. Belə bir sualın izahını sizinlə paylaşmaq istəyirəm. Sualda deyir ki, kükürt -2-dən 8 elektron itirib və nəyə keçib? S-N-ə keçib və buradan bizdən nə istəyir? N-i müəyyən etməyimizi istəyir. Buradan rahat bir usulla N-i necə müəyyən edə bilərik? Biz bilirik ki, elektron mənfi yüklü iyondur. Yəni mənfi yüklü zərrəcikdir. Mənfi yüklü zərrəcik olduğuna görə də baxın burada nə var? Burada var mənfi. Burada mənfi var. Biz də bilirik ki, elektron özü də mənfidir. Nə eləyəcəm buradan? Yazacağım -2. Buradan yazacağım çıxılsın. Baxın, çıxılsın yazıram. Bu elektron dedim ki, özü də mənfi olduğundan yazaram. Burada -8 bərabərdir N-ə. Və buradan görürəm bu mənfi necə eləyəcək? Müsbət eləyəcək. Yazacağım -2 plus 8 bərabərdir N eləyəcək. Və buradan da tapacağım ki, N-imiz necə eləyəcək? Müsbət 6. Yəni bu qədər bu sual rahatdır. Əgər məsələn tutaq ki, başqa bir nümunəni də sizə izah edeyim. İndi bu suala baxaq. Bu sualda deyir ki, kükürt müsbət 6-dan 2 elektron qəbul edib. Və baxın görürsünüz, bu elektron özü mənfidir. Elə deyil, müsbət 6-nın üzərinə mən gələcəm, neçə? -2 gələcəm. Yəni elektron mənfi olduğundan onu mənfi işarə kimi götürürəm, mənfi götürürəm onun qiymətini. Plus olduğuna görə üzərinə -2 gəlibmiş. Bərabərləşdirirəm N-ə. Buradan da tapıram ki, bu müsbət, bu mənfi nə eləyəcək? Mənfi eləyir. Yəni müsbəti mənfiyə vuranda mənfi eləyəcək və müsbət 6-nın üzərinə, yəni müsbəti yazmaqda ehtiyac yoxdur. Çıxılsın 2 bərabərdir N. Deməli, N-imiz də neçə eləyəcək? Müsbət 4 eləyəcək. Buradan da N necə oldu? Müsbət 4.